Salam, hər vaxtınız xeyir olsun. Arıqlamaq üçün günün hansı vaxtında yemək lazımdır? Bu metoda interval aclıq deyilir. İnterval aclıq zamanı biz əzələ kütləsini və zulalları itirmirik, azaltmırıq. Bu metod əzələ kütləsini və zulalları qoruyur. Əslində bu metodla testosteronun və boy hormonunun səviyyəsinin yüksəlməsinə biz nail oluruq ki, bu hər iki hormon bədənimizdə yağların əriməsi və əzələ kütləsinin səviyyəsinin yüksəlməsinə səbəb olur. Əgər qanda insulin dirənci, gizli şəkərə meyillik varsa, bu zaman yüksəlmiş şəkərin səviyyəsi həmin insanları gün ərzində interval aclıqda 2 dəfə, 1 və ya 2 dəfə qidalanmadan çəkindirir. Onun üçün onlar 3 dəfə qidalanma ilə interval aclığa başlamalıdırlar. Sonradan bunu azaldıb 2 dəfə və ideal vəziyyətdə gündə 1 dəfə qidalanmaya keçmək lazımdır. İnterval aclıqda birinci qidalanma səhər saat 12-nin yarısı, ikinci qidalanma saat 5-də olur. Və bu qidalanma hər iki vaxtda qidalanma zəngin zulallar, sağlam yağlar və meyvə, göy-göyərtidən ibarət olmalıdır. Şəkər problemi olan insanlar isə 3 dəfədən başlayıb, sonra 2 dəfə qidalanmaya keçə bilərlər. Bu metod vasitəsilə qarnımızda köpün səviyyəsinin azalmasını görəcəyik. Bu, yağların yanmasının nəticəsində baş verir. Biz qidalanan zaman qidada olan kalorini yandırırıq. Qidalar arası vaxt zamanı isə bədən öz yağlarını yandırır. Bu zaman insan öz əzələ kütləsini itirmir. Məsələn, elə məşhur bodybuilderlər var ki, gün ərzində 1 və 2 dəfə qidalanırlar. Bu metod vasitəsilə insanın həm əhval-ruhiyyəsi yaxşılaşır, əqli fəaliyyəti güclənir, ümumiyyətlə interval aclıq zamanı bədən öz yağlarını yandırmağa öyrəşir. İnsanlıq uzun müddət, 100 illər boyu öz bədənində olan yağları yandırmaqla bu metod həmişə işlək vəziyyətdə olub. Son 100 ildir ki, enerji kimi daha çox şəkərdən istifadə olunur ki, bu da əlbəttə ki, mənfi tendensiyadır. Bədənimiz təbii yolla enerjini yandırmağı xoşlayır. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.